Hətta Huzeyfənin hədisi var. Bilirsiniz ki, Huzeyfə radiyallahu anhu bir dəfə Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, kim bizə düşməndən xəbər gətirər? O qədər soyuq olur ki, soyuq gəlir qışda. Sahabələrdən heç kim o soyuq o qədər şiddətli olur ki, heç kim istəmir ki, özü addım atsın. Yəni, birincisi şiddətli soyuq var. İkincisi, düşmənin yanına getmək lazım. Düşmən də puskudadır. Düşmən yatmır ki, axşamlar. O da puskuda gözləyir ki, kimsə gələcək, gələ bilər. Kəşfiyyat gələ bilər, tuta bilər amma. Puskuda olmaq lazım. Üçüncü, can qorxusu var. Ölüm qorxusu var. Və axırda Allah Resulü sallallahu aleyhi ve sellem Huzeyfə edir ki, sən get. Ey Huzeyfə. Huzeyfə radiyallahu anhu deyir ki, durdum Allah Resulü'nün əmrini yerinə yetirməyə. Deyir, olduğumuz yeri tərk etmişdim, hava istiləndir. Rəbbim istiləndirdi havanı. Sonra mən getdim, Allah azca asanlaşdırdı, düşməndən xəbəri götürdüm və qayıdıb gəlib öz yerimizə girəndə soyuq məni tutdu deyir təzdən. Təzdən soyuq başladı. Alimlər burada qayda gətirirlər. Deyir ki, kim elm yolunda çıxarsa Allah ona yardım edər, kömək edər. Elə bir insan yoxdur ki, elm öyrənsin, Allah ona yardım etməsin. İntansurullah yansurkum və yusabbit aqdamakum. Əgər siz Allahın dininə yardım edərsəniz, Allah da sizə yardım edər və sizin qədəmlərinizi möhkəmləndirər.